Belə əziz tamaşaçılar, Çağrı efirdədir, telefonlarımız açıqdır. Xatırladıram ki, Herbaflora şirkətinin bir neçə məhsulu var ki, onların da adını çəkmək istəyirəm. Bunlara masaj yağları və ümumiyyətlə yağlar aiddir ki, Herbaflora şirkəti son zamanlar 100% təbii yağlar sıxılma yoluyla və yaxud da bir neçə digər üsullarla yağlar hazırlayır ki, bunlar Fita Oil brendi altında çıxır. Məsələn, ozonlaşmış masaj yağı çox gözəl müalicə vasitəsidir. Bundan başqa badam yağı, zəyərək yağı, qaraçörək otunun yağı, evkalipt yağı və alaqanqalın toxumlarının yağı və hələ günəbaxanın yağı. Bütün bunlar Herbaflora şirkəti tərəfindən hazırlanır. Əgər əldə etmək istəsəz, apteklərə və fita klublara müraciət edir. Belə ki, bir daha xatırladıram, Fita Oil brendi altında çıxır. Odur ki, bir başqa yağları soruşmayın. Belə ki, Herbaflora şirkətinə güvənirəm və sizə güvənmənizi məsləhət görürəm. Bizim isə telefonumuz 510-32-79 və 492-16-20 nömrəli telefonumuz açıqdır. 69-74 SMS ünvanımızsa açıqdır. Qaldı ki, söhbətimiz metabolizm sindromundan getdi. Yəni, bəzən deyirlər, xəstəyə deyirlər ki, sizdə metabolizm pozğunluğu var. Xəstə də bundan bəlkə də çox şey ola bilsin ki, anlamadı və düşünür ki, görəsən bu nə olan şeydir və yaxud da bilən adamda şübhəsiz ki, müəyyən bir həkimə istiqamət götürmək istəyir. O zaman yenə də bilmək lazımdır, hansı həkimə istiqamət götürmək lazımdır. Əgər metabolizm sindromu varsa, hansı həkimlərdən keçmək lazımdır, nə etmək lazımdır, necə müayinələr aparılmalıdır və necə bunun qarşısı alınmalıdır və yaxud da ki, qarşısı alınmamalıdır. Elnur həkim, bundan qabaq bizim sualımız vardı ki, o öd daşı ilə bağlı həmçinin də mədə-altı vəzin problemi vardı. Zəhmət olmasa bu barədə bir balaca. Yaxşı olar ki, abdominal cərraha müraciət eləsin, laparoskopik əməliyyat olunacaq. Burada həm polip məsələsi də var. Həm polip var, həm öddəki daşın ölçüsü böyükdür. Məsləhət deyil, yəni hansısa bir medikamentoz müalicə alsın, yəni cərraha müraciət eləsin. Reyhan xanım, əlavəniz varmı? Birinci zəng ilə bağlı o xanım zəng edir ki, dodaqları səhər duranda gömgöy olur. Elnur doktor çox gözəl izah elədi. Siz burada ilk növbədə xəstə tam müayinə olunmalıdır. Onun səbəbi aydınlaşdırılmalıdır. Və bunun ilk növbədə kardioloji cəhətdən olub-olmaması inkar olunduqdan sonra sözsüz ki, abdominal müayinə olunub, xəstədə qarın boşluğu orqanlarında qaraciyər mədə-altı vəzdə bir patologiya olub-olmaması aydınlaşdırılmalıdır. Həmçinin laxtalama sistemi yoxlanılmalıdır. Qanın ümumi analizi müayinə olunub, dəmirin səviyyəsi, hemoqlobinin səviyyəsi müəyyən olunmalıdır ilk növbədə. Yəni, xəstənin tam müayinəsi məsləhət görülür. Reyhan xanım, mən istəyərdim, burada 2 SMS var. Bunu oxuyum ki, bunu Culfadan Kənan yazır. Yazır ki, birinci yazır, salam həkim, mən Culfadan Kənan. Mənim anamın başı çox ağrıyır. Xahiş edirəm, dərdinə bir çarə tapasınız. Biz ən azı saymışdıq ki, bizim verilişimizdə təkcə bir həkim ən azı bir 20-25 baş ağrısında səbəb olacaq şeyləri saymışdı. Yəni, hələ ardı da vardı. Amma biz bunu buradan deyə bilmərik ki, onun baş ağrısı nədəndir. İkinci sualı isə belədir. Salam, mən Culfadan yenə Kənan. Çox kökən, mən necə pəhriz saxlaya bilərəm, xahiş edirəm, tez dərdimə çarə tapasınız. Özü də tez. Reyhan xanım, tez neyləyə bilərik biz bu Kənanla? Kənan yenə də mütləq həkimə müraciət etməlidir. O, hər şeyin tez əlacını istəməyi ilə deyil, bunun səbəbi aydınlaşmalıdır. Kənanın həkimi söhbət etməlidir, Kənanın həyat tərzini öyrənməlidir ilk növbədə. Ola bilsin ki, Kənan düzgün həyat tərzi qurmayıb, düzgün qidalanmır, çox oturaq həyat tərzi var. Onunla bağlı ola bilsin ki, Kənanda məst-tez kökəlmə gedir. Onun qarşısını alması üçün ona xüsusi diyeta təyin olunmalıdır. Az kalorlu xüsusi diyeta, düzgün həyat tərzi başa salınmalıdır. Ola bilsin də Kənanda maddələr mübadiləsini pozan daxili faktorlar var. Biz bayaq da biraz öncə də qeyd etdik. Hormonal sistemdə problemlər var. Burada onun yaşı da önəmlidir. Əgər yaşı çox azdırsa, sözsüz ki, burada hormonların çox böyük rolu var. Xüsusən son zamanlar müraciət edənlərin əksəriyyətində qanda insülinin yüksək olması ilə baş verən maddələr mübadiləsi pozğunluğuna biz çox rastlaşırıq. Bu zaman da endokrinoloqa müraciət edib xüsusi müalicə və xüsusi diyeta təyin olunmalıdır Kənana. Təşəkkür edirəm. Elnur doktor, buyuruz. Baş ağrıların zamanı, yəni belə deyək, yay mövsümüdür. Yaxşı olar ki, yəqin ki, nerpatoloqa müraciət edib, müəyyən fizioterapevtik məşqlər lazımdır, istirahət lazımdır və həmçində reabilitasiya mərkəzlərinə gedə bilər, kurortlara gedə bilər. Bunlar nisbətən onu azaldacaqlar, müəyyən vanna terapiyası olunmalıdır, parafinə terapiya olunmalıdır. Bunlar kompleks şəkildə effekt verəcək.
Əgər baş ağrıları zamanı təzyiq yüksəkdir və qulaqda səs-küy varsa, Cerebral-T istifadə etmək məsləhətdir. Burada iki mədə ilə bağlı SMS var. Yazır ki, salam, mənim mədəm ağrıyır, çarə tapın, təşəkkür edirəm. Biz mədənin xəstəliyini siz demirsiniz, yazırsınız ki, ağrıyır. Mədənin də xəstəlikləri çoxdur, ona görə də biz gərək heç olmasın. Sonra yazır, salam, mənim mədəmdə, mədə-altı vəzimdə yara var, hər həkim müxtəlif diaqnoz verir. Xahiş edirəm, bir əncam görəsiz Naxçıvandan, Şahbuzdan. Mən heç nə demək istəmirəm. Çünki həkimlərin indi danışacaqlar, cavab verəcəklər. Amma bircə onu demək istəyirəm ki, Naxçıvanda gözəl mineral sular var. Və bu mineral sular mədə-bağırsaq sistemi üçün gözəl müalicə vasitəsidir. Elə gedib o suların qırağında bir 15-cə gün həmən sudan gündə 3 dəfə yeməkdən qabaq, daxilə qəbul edib bir müalicə vasitəsi aparmaq, həmçinin də müayinələrdən keçmək daha yaxşı olar. Elnur doktor, buyuruz. İkinci sualda yazır ki, mədə və mədə-altı vəzi. Mədə-altı vəzidə xora olmur, mədədə isə olur. Görünür, mədə-altı vəzinə əlaqəli yaranan mədə xorasıdır. Bu, adətən bilirsiniz necə xəstələr olur. Gedirlər gastroenteroloqa, müəyyən mədə ağrısını azaldan dərmanlar var. Bunlar istifadə olunur. Mən hamısını demirəm, müəyyən dərmanlar var, blokatorlar. Onlar istifadə olunur, amma onlara cavab vermir. Çünki bu adlanır Zollinger-Ellison sindromu. Onu həmçinin əməliyyat deyilirlər. Bu gastrinoma adlanır. Yəni mədə-altı vəzinin özünün ifraz etdiyi hüceyrələrdən ibarətdir. Gastrinoma adlanır. Zollinger-Ellison sindromlu xəstələr də diareya meyilli olur. Proton nasosu inhibitoru istifadə edilir, amma turşuluq azalmır. Çünki pepsin azalır, amma əksinə qastrin artır. Qastrin də artırsa necə olur? Gastrinoma. Yəni bu turşuluq yenə artacaq. Yaxşı olar ki, o da yəni abdominal cərraha müraciət eləsin. Birinci sualda isə mədə ağrısı deyir. Mədə ağrısı diaqnozu altında 45-ə yaxın xəstəliyi meydana gətirib çıxartmaq olar. İlkin amma əgər 40 yaşından yuxarı hər kəsdə mədə ilk dəfədə ağrısa belə gedib endoskopik müayinə olunmalıdır. Amma yox, əgər xroniki halda bunda ağrılar olub və müalicələr alıbsa, onda yanaşı olaraq Helicobacter pyloricum eradikasiyası lazımdır və yanaşı olaraq müayinə olunmalıdır. Hansı qan qrupuna aiddir, ailəvi olaraq hansı var. Yanaşı olaraq mədənin sehirli qışa hüceyrələri necədir? Öz xəstəlik anamnezində vaxtilə dişi, başı çox ağrıyıbmı ki, o qeyri-steroid əleyhinə qeyri-steroid iltihab əleyhinə dərman maddələri qəbul edibmi? O ki, məşhur ağrı kəsicilər var. Onlar mədənin sehirli qışasını azaldır, zəiflədir və H reseptorları ora gəlir, H ionları turşuluğa meyilliyi artırır. Bu tipli xəstələrdə daha çox erozif qastritə meyilli olur. Amma digər ola bilər, əgər atrofik qastrit çıxsa, biraz o digər genetik analizlərin versin və qanda onkomarkerlər yoxlanılmalıdır ki, gələcəyində mədə xərçəngiləşə bilər, yoxsa yox. Çünki çox adam arasında belə bir şey yaranıb ki, hipoxlorhidriyası olan, yəni mədə turşuluğu az olanlar xərçəngiyə meyillidir, hiperxlorhidriyası olanlar isə onlar meyilli deyirlər. Bu belədir, amma bəzən elə müalicə seçilə bilər ki, tam mədə alkalozlaşa bilsin, o antasitlərin uzun müddət istifadə edilməyə məsləhət görülmür ki, onlar alkalozlaşdıra bilər və daimi olaraq axlorhidriya vəziyyətinə gətirib çıxarda bilər. Ümumiyyətlə ağrılar zamanı siz hər dəfə qeyd elədiyiniz kimi kartof şirəsindən istifadə olunur, meyvə şirələrindən kök çahı qarışığından istifadə olunur. Tiastamin çayı çox gözəl effekt verir. Bağ yarpağın şirəsindən istifadə etmək. Həmçinin də əgər turşuluğa meyilli deyilsə, azlısa ud hindi bitkisini, tozunu bala qatıb hər gün 4 gün ard-bard istifadə etməlidir. Bir çay qaşığı həmin o ud hindi, yəni Azərbaycan adını deyəcəm, öd ağacı bitkisini və yanaşı eyni miqdarda da balı götürüb, təmiz bal götürüb, qarışdırıb daxili istifadə eləmək məsləhətdir. Amma yenə də qeyd edirəm ki, gastroenteroloq və müayinə metodlarını unutmasın. Təşəkkür edirəm, çox sağ olun. Bizim zənglərimiz var, zəngləri qəbul edək. Alo. Alo. Bəli. Salam Fikrət müəllim. Aleyküməssalam. Qonaqlarınızı da salamlayıram. Təşəkkür edirəm, buyurunuz. Mən 17 ildir şəkər xəstəsiyəm. 3 ildir də zob da məndə. Bir dəqiqə xanım, nə xəstəsiniz? Şəkər. Şəkər xəstəsiniz. İnsulinlə yaşayıram. Aha. 3 ildə zobdur. Deyirlər, yod həddindən artıq çoxdur analizdə. Ancaq stabil şəkərimi imkan vermir zob olandan. Stabil deyil. Normadan çox aşağı düşür gün ərzində. 2 saatdan sonra normadan çox yuxarı qalxır. Bir gündə çox dəyişir həddindən artıq. Həmişə məni koma vəziyyətinə salmaq istəyirdi. Bacara bilmirəm o xəstəliklə, bilmirəm onun müalicəsi var, yoxdur. Aydın oldu. Neçə vaxt insulin qəbul edir? Neçə vaxt insulin qəbul edirsiniz? Hansı insulini qəbul edir? Bu dəqiqə Novorapid Lantus insulini qəbul edirəm. Yox, neçə vaxtı qəbul edirsiniz deyirəm?
Mən 12 ildir insulinlə yaşayıram. 12 ildir insulinlə yaşayırsınız. Aydın oldu xanım. Təşəkkür edirəm. İkinci zəngi qəbul edək. Alo. 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 Tamaşaçımız görünür, nəsə cavab verməkdə ya çətinlik çəkir, ya da sadəcə olaraq bəzən insanlar elə bilirlər ki, mən onlarla deyiləm, başqa adamla danışırım. Reyhan xanım, xanıma məsləhətiniz nə olacaq? 12 ildir insulinlə yaşayır. Bundan başqa da zob məsələsi, həmçinin də son zamanlar kəskin problemlər çıxıb ortalığa. Buyurun. Bu xanım artıq 12 ildir ki, söylədi ki, insulin qəbul edir. Əslində insulin qəbul edirsə xanım 12 ildir. Bu birincili tip şəkər sayılır. Yəni mədə-altı vəzi tamamilə insulin hazırlama qabiliyyətini itirir və bu xanım məhz kənardan qəbul etdiyi insulinin hesabına qanda şəkərin miqdarını tənzimləyə bilir. Ona görə də mütləq o endokrinoloq ilə məsləhətləşib insulinin dozasını düzgün seçməlidir. Və bəzən xanım söyləyir ki, dəfələrlə şəkəri çox kəskin enib və qalxmalar olur. Çünki sözsüz ki, bu xanım insulini vaxtın saatlarında dəqiq yerinə yetirmir, dəqiq vurmur. İnsulin, əgər o gündə 3 dəfə qısa müddətli insulin, bir dəfə də uzun müddətli insulin vurduğunu söylədi. Mütləq insulinin müəyyən saatlarda 6-8 saatdan bir vurulması lazımdır. İnsulinin müəyyən çox yüksək təsir edən vaxtları var. Bu saatı gözləmək lazımdır və insulini vurduqdan 15 dəqiqə sonra mütləq bu xanım yemək yeməlidir və yediyi ərzaqa uyğun da vuracağı insulini hesablamağı bacarmalıdır. Sözsüz ki, endokrinoloqun köməyi ilə, dəstəyi ilə. Və o zaman onda şəkərin bu qədər kəskin enmələri, şəkər enmələri və yeməkdən sonra 2 saat sonra qalxmaları müşahidə olunmaz. Həmçinin bu xanım söylədi ki, onda zob xəstəliyi də var və hipertireoz kimi bir diaqnoz bu sayılır. Məhz hipertireoz, yəni el dilində toksik zob söylənir. Bu da şəkərli diabeti çox kəskinləşdirən xəstəliklərdən biridir. Və mütləq endokrinoloqa müraciət edib tirostatiklərdən istifadə etməlidir və artıq yodun miqdarı qanda azaldılmalıdır ki, bu da şəkərli diabetin həm müalicəsinə kömək dəstəyi olacaq, həm xanımda məhz zob xəstəliyinin yaratdığı əlamətləri götürəcək. Təşəkkür. Elnur doktor, əlavəniz varsa buyuruz. Xanım geniş izah elədi. Müəyyən bir, hər halda bir bitki müalicəsi, köməkçi bitki müalicələri demək olar. Əgər autoimmun proses yoxdursa, istifadə etmək olar. Burada yanaşıq ağırlaşmaların qarşısını ala bilər. Məsələn, biz bilirik ki, diabetiklərdə müəyyən orqanların, xəstəliklərin təzahürləri də meydana çıxa bilir. Məsələn, angiopatiyalar, neuropatiyalar, nefropatiyalar. Bu zaman yəni qidalanmasına onsuz olaraq pəhriz istifadə olunur. Yəni pəhrizsiz şəkərli diabet xəstəsi yəni daima onlar ömür boyu pəhrizdən istifadə edirlər. Belə də SMS var. Salam, zəhmət olmasa zəhərli zobun allergiyasına qarşı məsləhət istəyirəm. Yəni çox maraqlı. Bu zaman məsələn məsləhət görə bilərəm, keçi sədəfi otu, ona el dilində çəpiş otu da deyirlər, sonra rus dilində kazilətlik deyirlər. Bu bitki çox gözəl effekt verir. Güldəfinə istifadə olunmasın birinci tipdə, amma ikinci tipdə istifadə oluna bilər. Yanaşı ağırlaşmaların qarşısını almaq üçün mirfazin və arfazetin yığıntısından istifadə edə bilər. Zob deməyək, məsələn, mən xəstələrə məsləhət verərdim ki, belə bir qalxanəməzər vəzinin funksiya pozğunluğu olanda hamısı zob deyirlər. Onlar hamısı biraz nəsə böyüyən kimi... El arasında ur deyirlər. Ur da deməli belə, düzgün deyil. Hər şişkinləşən... Bəli, mən razıyam sizdən. Hər şişkinləşən də ur ola bilməz. Bu dəqiqə əksər insanlarda araşdırsaq autoimmun proses gedir, tiroiditlər gedə bilir, hansı tiroidit ola bilər. Yəni, kim əgər bundan şübhələnirsə, birinci endokrinoloqa müraciət eləməlidir, qalxanəməzər vəzi pozğunluğu ilə əlaqədar. İkinci ultrasəs müayinə olunur. Üçüncüsü də ən yaxşı müayinə metodu T3, TSH, anti-TEPO. Yəni dəqiq biləcək ki, bunda Haşimotoya meyilliyi var və yaxud da necə. Amma diabetiklər, hepatit C-si və tiroid vəzində problem olan insanlar adətən Haşimotoya meyillidirlər. Bəli, təşəkkür edirəm. Biz qısa reklam fasiləsinə ayrıldırıq. Reklamlardan sonra bir yerdə olacağıq. Çarədən ayrılmayın.